Ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə belə bir ideya əslində bu 21-ci əsrin əvvəlində meydana gəldi. Bunun bu yeni əsr başlayanda 21-ci əsr artıq 26 il keçib ondan o zaman bizim ziyalılarımızın içində belə bir düşüncə var idi, belə bir fikir yayılmışdı ki 21-ci əsr Türk əsri olacaq. 21-ci əsrin Türk əsri, yəni Türk xalqlarının həyatında, mədəniyyətində və ən vacib də və ən əsas da onların birliyində müəyyən bir dönüş əldə olunacaqdır. Çünki belə bir yaxınlaşma 20-ci əsrin əvvəllərində də olubdur, amma ortada bir nəticə yox. 21-ci əsr daxil olanda yenidən bu ümidlər işıqlanmağa başladı, yenidən bu cür çıxışlar oldu. Və biz də Folklor İnstitutu olaraq o zaman belə bir ideya ilə bir silsilə konferanslar keçirməyə başladıq. Ortaq Türk keçmişindən, ortaq Türk gələcəyinə. O mənada ki, yəni Türk xalqlarının birliyinə həm də bir dəstək ifadə etmək baxımından, yəni biz bu elmi bir təşkilat olaraq Türk xalqlarının ənənəvi mədəniyyətini öyrənmək, əlaqəli şəkildə, koordinasiyalı şəkildə öyrənmək və həm də əlbəttə ki, əsas ideyamız Türk birliyi ideyasıdır. Dildə birlik, fikirdə birlik, işdə birlik, əməldə birlik. Bu birliyə biz də bir dəstək mənasında o silsilə demək, ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə beynəlxalq elmi konferanslarını keçirməyə başladıq və çalışdıq ki, mümkün qədər demək bu konferansda Türk xalqlarının hamısından iştirak edən olsun. Yəni yaxından, uzaqdan, hər Türk xalqları dünyanın müxtəlif demək ölkələrində var və onlar bütün hər yerdən bura gəlib burada iştirak edə bilsinlər. Bir növ bu konferans elə ki, o Türk xalqlarının birləşdirən, onların görüşə bilməsi, danışa bilməsi, mədəniyyət məsələlərini daha yaxından müzakirə eləyə bilməsi üçün bir imkan yaratsın. Belə bir bu istiqamətdə biz işlər gördük. Mənim xatırladığıma görə bu ideyanın üçün götürülən əsas deviz ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə fikri bizim mərhum alimimiz Yaşar Qarayevə məxsus bir fikirdir. Onu bizim dostumuz Sərxan Xavəri vaxtı ilə orada müşahidə eləmişdi və təklif elədi ki, bu ideya demək, bu bizim bu demək silsilə konferansımızın əsas devizi olsun və elə alındı ki, o zaman Folklor İnstitutunun direktoru, o da görkəmli folklorşünas alim Hüseyn İsmailov o ideyanı bəyəndi, dəstəklədi və ondan sonra bu silsilə, bu ortaq Türk keçmişindən ortaq Türk gələcəyinə beynəlxalq elmi konferansını hər il keçirməyə başladı və 7 demək belə beynəlxalq elmi konferans keçirdi. Onun indi məruzələr çap olunubdur, kitabları var ortada, cildlərlə 7 cild ortada möhtəşəm beynəlxalq elmi konferans materialı var. İndi biz ortadan bir xeyli fasilə yaranandan sonra yenidən biz bunun 8-cisini artıq keçirdirik, davam edirik. Yəni ortaq demək Türk gələcəyi naminə bunu biz davam etdiririk. Yəni həm keçmişi ona görə öyrənirik ki, gələcəyimizi daha sağlam, daha etibarlı şəkildə qura bilək. Yəni o mənada əlbəttə ki, bizim ortaq şəkildə hərəkət etməyimizə, Türk xalqlarının, Türk elmi elitasının, elm adamlarının heç olmasa bu cür beynəlxalq konferansda bir araya gəlməsini, ortaq mədəni irs problemini birgə müzakirə etməsi, onların öyrənilməsi, araşdırılması, təbliğ edilməsi və gələcək nəsillərə itkisiz və zədəsiz bir şəkildə çatdırılması üçün demək bu elmi müzakirələrin aparılması məqsədə uyğun hesab olunur və düşünürəm ki, bunun gələcəkdə də davam etdirilməsinə ehtiyac vardır.